Salam, sizi TV1 ekranlarından salamlayıram. Günün əsas xəbərlərini izləyirsiniz. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Daxili İşlər Nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul etdi. Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir. Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, qardaş ölkələrik. Və təşkilatın təməlində məhz bu prinsip dayanır. Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var. Ölkələrimizdə müsbət inkişaf dinamikasının müşahidə olunduğunu vurğulayan Azərbaycan Prezidenti əlavə edib. Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir. Bizim böyük coğrafiyamız var. Təşkilata üzv bəzi ölkələrdə zəngin təbii sərvətlər vardır. Bizim nəqliyyat layihələrimiz ölkələrimizi birləşdirir və hətta daha böyük coğrafiyanı əhatə edir. Ölkələrimizin ərazisindən keçən nəqliyyat dəhlizləri Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə çox böyük potensialımız var. Əgər buna bizim müsbət demoqrafik dinamikanı əlavə etsək, mənzərə daha ürəkçan olacaq. Milli Məclis keçirilən plenar iclasda Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasındakı anlaşma memorandumunu təsdiqləyib. Milli Məclis Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair anlaşma memorandumunu təsdiq edib. Sənəd 2023-cü il avqustun 1-də Bakıda, sentyabrın 8-də isə Monreal şəhərində imzalanıb. Bakı şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanlarının qlobal əməliyyatlar şəbəkəsi çərçivəsindəki 6-cı plenar iclasının bağlanış mərasimi baş tutub. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Heydər Məmmədov ölkənin korrupsiyaya qarşı mübarizə sahəsindəki səylərini və beynəlxalq əməkdaşlıqda göstərilən irəliləyişləri vurğulayıb. Baş Prokurorun müavini Azərbaycan hökumətinin korrupsiya ilə mübarizəsinin qarşısında qoyduğu güclü iradəni və bu sahədəki hüquqi təşəbbüsləri qeyd edərək ölkənin antikorrupsiya tədbirlərinin qlobal səviyyədə dəstək tapdığını bildirib. Həmçinin 2026-cı ildə keçiriləcək növbəti sessiya və yüksək səviyyəli görüşə ev sahibliyi etmə hüququ Azərbaycana həvalə olunub. Qazaxıstanın paytaxtı Astanada müasir dünyada qanun, hüquq və ədalət mövzusunda Türk Ədliyyə Təlim Şəbəkəsinin beynəlxalq konqresi keçirildi. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin ədliyyə və prokurorluq tədris qurumlarının nümayəndələri iştirak ediblər. Azərbaycanı tədbirdə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm Tədris Mərkəzinin nümayəndə heyəti təmsil edib. Heyətə rəhbərlik edən mərkəzin rəisi Talib Cəfərov çıxışında Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkədə möhkəm təhlükəsizlik mühitinin formalaşdığını, Azərbaycan prokurorluğunun qabaqcıl təcrübəyə malik olduğunu və bu sahədə birinci vitse-prezident Mehriban Əliyevanın təhsil islahatlarına dəstəyini xüsusi vurğulayıb. Səfər çərçivəsində Azərbaycanlı nümayəndə heyəti Qazaxıstanın ali və konstitusiya məhkəmələri ilə görüşlər keçirib. Astananın tarixi, abidə və muzeyləri ilə tanış olub. Eyni zamanda Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında hüquq mühafizə orqanlarının akademiyasının 10 illik yubileyində iştirak edib. Mayın 23-də Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olundu. Doğma yurduna yola salınan köç karvanı Ağdamın Kəngərli kəndinə çatdı. Bu mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, qaçqınlar və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Tibb sahəsində tətbiq olunan rəqəmsallaşma ilə bağlı müzakirələr aparıldı. Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal tibb 4.0 problemlər, imkanlar və perspektivlər mövzusunda 2-ci Respublika Elmi Praktiki konfransı keçirildi. Tədbirdə tibb sahəsindəki rəqəmsallaşma ilə bağlı müzakirələr aparıldı. Tədbirdə Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə Komitəsi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti
və Biofizika İnstitutunun rəhbərləri, Azərbaycan Milli Elmlər Akademiyasının, eləcə də Elm və Təhsil Nazirliyinin elmi tədqiqat institutlarının alim və mütəxəssisləri iştirak etdilər. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev açdı. O, konfransın keçirilməsinin məqsədi ilə bağlı məlumat verdi. Akademik qeyd etdi ki, məqsəd rəqəmsal transformasiya şəraitində Azərbaycanda generasiya olunan böyük həcmli rəqəmsal səhiyyə və tibb məlumatlarının toplanması, emalı və mübadiləsi, süni intellekt texnologiyaları əsasında müxtəlif təyinatlı tibbi informasiya sistemlərinin yaradılması və tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, tibbi biliklərə əlçatanlığın artırılması, pasiyentlərin məmnunluğunun təmin edilməsi, əsaslandırılmış həkim qərarlarının qəbulu prosesində meydana gələn bir çox məsələlərin elmi müstəvidə həlli zərurətinə diqqətin artırılmasının təşkilindən ibarətdir. Tədbirdə sonra Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova və Səhiyyə Nazirinin müşaviri Rüfət Hacı Əlibəyov çıxış etdilər. Natiqlər tibb sahəsində rəqəmsallaşma ilə bağlı tətbiq olunan texnologiyalardan və bu yeniliklərin tibbi xidmətin keyfiyyətinin artırılmasına verdiyi töhfələrdən söz açdılar. Sonra isə Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru Professor Nazim Pənahov, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Professor Nazim Qasımov, Azərbaycan Texniki Universitetinin prorektoru Professor Nurəli Yusifbəyli, Milli Onkologiya Mərkəzinin molekulyar bioloqu, tibb üzrə fəlsəfə doktoru Leyla xanım Məlikova, Biofizika İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Oqtay Qasımov, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdürü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məsumə Məmmədova, Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi Xəstəliklər Kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nuru Bayramov çıxış etdilər. Natiqlər konfransın rəqəmsal tibbin elmi nəzəri və praktiki problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər. Konfrans işini rəqəmsal tibbin formalaşmasının elmi nəzəri problemləri və tibbdə rəqəmsal texnologiyaların tətbiqinin elmi praktiki problemləri adlı seksiya iclasları ilə davam etdirdi. Mətanət Əliyeva, Oqtay Rəhməğoğlu, TV1. Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu, Elm və Təhsil Nazirliyinin və əməyanın tərkibinə daxil institutların, həmçinin Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə əməyi sayəsində hazırlanmış Qarabağ və Şərqi Zəngəzur Təbii Ehtiyatlar Atlası nəşrinin Geologiya və Geofizika İnstitutunda təqdimat mərasimi reallaşıb. Bugün Geologiya və Geofizika İnstitutunda Qarabağ və Şərqi Zəngəzur Təbii Ehtiyatlar Atlasının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini giriş sözü ilə nəşrin baş redaktoru, Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə açaraq bildirib ki, geniş ictimaiyyət və mütəxəssis dairəsi üçün nəzərdə tutulmuş yeni atlas bəşəriyyətin və dünya mədəniyyətinin beşiklərindən olan qədim tarixi və bənzərsiz təbiəti ilə seçilən Azərbaycan Respublikasının hazırki iqtisadi bölgüsündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə təmsil edilən tarixi Qarabağ diyarının ümumcoğrafi durumuna və zəngin təbii ehtiyatlarına həsr edilib. Biz bu günləri Geologiya Geofizika İnstitutunun və başqa Milli Elmlər Akademiyamızın institutlarının iştirakı ilə, yəni Botanika İnstitutu, Coğrafiya İnstitutu, Zoologiya İnstitutu və s. Hətta burada Folklor İnstitutunun başqa bir istiqamətləri də, yəni humanitar istiqamətləri institutlarında iştirakı ilə Qarabağ və Şərqi Zəngəzur təbii atlasının təqdimatını keçirtdik. Bu özlüyündə atlasın bugün işıq üzü görməsində demək olar ki, bu elmimizin, Azərbaycanın ümumiyyətlə həm siyasətinin, həm elminin, həm onun bütün praktiki işlərində olan uğurlarının demək olar ki, bir nəticəsidir. Qarabağ və Şərqi Zəngəzur Təbii Ehtiyatlar Atlası Azərbaycan, İngilis, Rus dillərində nəşri onun oxucu auditoriyasının xeyli geniş olacağına imkan yaradır.
Bu baxımdan nəşrin Azərbaycanın Qarabağ Şərqi Zəngəzur bölgəsinin təbiət müxtəlifliyi haqqında etibarlı məlumata ehtiyacı olan orta və ali təhsil ocaqları, icra və bələdiyyə orqanları, elmi tədqiqat mərkəzləri, beynəlxalq qurumlar, eləcə də digər xarici təşkilatlar üçün etibarlı vəsait kimi dəyərləndirilməlidir. Atlasın elmi rəhbəri və rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tələt Kəngərli yeni nəşrin geniş təqdimatını reallaşdırdıqdan sonra mövzu ətrafında çıxışlar olub. Atlasın elmi, siyasi, ictimai və digər cəhətlərdən əhəmiyyəti vurğulanır. Atlas, bölgənin təbiət müxtəlifliyi üzrə əsas istiqamət verici sənəd kimi əvəzolunmaz elmi topludur və ölkənin digər bölgələri üzrə oxşar əsərlərin yaradılması üçün nümunə kimi qəbul oluna bilər. Daha sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb və təkliflər səsləndirilib. Sara Nəsirova, Sahib Səfərov, TV1. Başlanğıcını Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 137-ci kilometrliyindən götürən Qubada 12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, 7000-ə yaxın əhalinin istifadə etdiyi Çiçi, Səbətlər, Qənidərə, Sırt, Çiçi, Təngəaltı avtomobil yolunun uzunluğu 36,3 kilometr təşkil edir. 12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir. Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan İstanbulda 7-ci Etno İdman Beynəlxalq Mədəniyyət Festivalına start verilib. Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan və bu il ümumilikdə 35 ölkənin iştirak etdiyi festivalda Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 100 nəfərdən artıq nümayəndə heyəti, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qurulan Azərbaycan çadırı və 20 Qarabağ atı ilə təmsil olunur. Mayın 25-nədək davam edəcək festivalda Qarabağ atlarının ümumilikdə 6 çıxışı nəzərdə tutulur. Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin də iştirak etdiyi tədbirdə eyni zamanda Mədəniyyət Mərkəzinin Zəngəzur Xalq Rəqsləri qrupunun ifasında milli rəqslərimiz nümayiş olunur. Riqada cüdo üzrə keçirilən veteranlar arasında Avropa çempionatında təmsilçimiz Fərhad Rəcəbli Avropa çempionu oldu. Latviyanın paytaxtı Riqada cüdo üzrə keçirilən veteranlar arasında Avropa çempionatında təmsilçimiz 90 kq çəki dərəcəsində Fərhad Rəcəbli bütün rəqiblərini məğlub edərək 11-ci dəfə Avropa çempionu titulunu qazanıb. İndi isə mayın 24-ünə olan hava durumu ilə tanış olaq. Mayın 24-ündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Bildirilib ki, havanın temperaturu gecə 16-19 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq. TV1-də günün əsas xəbərlərini izlədiniz. Sizinlə mən idim, Esmira Turan.